Buyurur, Bismillahirrahmanirrahim. Ya eyyuhən-nəs, ey insanlar. Təkcə iman gətirənlərə yox, təkcə möminlərə demir, təkcə müsəlmanlara yox, bütün insanlara Allah Taala xitab edərək buyurur ki, ya eyyuhən-nəs, ey insanlar, entumul fuqara ilallah. Siz hamınız fəqirsiz. Sizin hamınızın ehtiyacı var Allaha. İlin sonunda ya əvvəlində bir jurnal var, dünyada olan milyarderlərin siyahısını tuturlar ki, kimlər dünyada ən zəngin insanlardır. Allah Taala cavab verir onlara. Entumul fuqara, siz hamınız kasıbsınız. Sizin hamınızın ehtiyacı var. Bəs qəni olan kimdir? Qəni olan kimdir? Allah Taala buyurur ki, vallahu huvel ganiyyul hamid. O Allahdır zəngin olan. Yəni bu dünyada əgər kimsə özünü zəngin hesab eləyirsə, bilsin ki, fəqirdir. Əgər dünyadan köçəndən sonra özü ilə o zənginliyi apara bilmirsə, o mal, dövləti, sərvəti apara bilmirsə, yəni boş sadə kəfənlə dünyadan köçürsə, o fəqirdir. Fəqirdir o adam.